Xoş gördük, hədəfdəsiniz. Amerika Birləşmiş Ştatları və İran arasında şifahi də olsa razılaşma əldə edildi. Bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump açıqlama yayaraq İran terror rejimi ilə razılaşmanın yekunlaşdığını bildirib. O yaydığı mesajda qeyd edib ki, hamını təbrik edirəm. İranla razılaşma artıq yekunlaşıb. Trump həmçinin Hörmüz boğazının heç bir rüsum alınmadan yenidən açılması barədə göstəriş verdiyini və ABŞ tərəfindən tətbiq edilən dəniz mühasirəsinin dərhal ləğv edilməsinin əmrini verdiyini açıqlayıb. ABŞ prezidenti daha sonra yazıb, sitat, ey dünya gəmiləri, mühərriklərinizi işə salın, qoy neft axmağa davam etsin, sitatın sonu. Trump'ın sosial mediada yazdığı bu pafoslu açıqlamasını rəsmi məlumat kimi qəbul etmək olar. Amma ABŞ prezidentinin dəfələrlə verdiyi ziddiyyətli bəyanatlarını nəzərə alsaq, bu razılaşmanın baş tutduğunu deməkdə biraz tərəddüd edirəm. Çünki Trump bu cür deyir, Tehran isə başqa addımlar atır. Məsələn, belə bir razılaşmanın əldə edilməsi söhbəti ortaya çıxan kimi, Sepah tərəfdarları Tehranda Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirdilər. Aksiya zamanı radikal etirazçılar Qalibov, Əraqçı, istefa, istefa, güzəştə gedən şərəfsiz Əraqçıya ölüm şüarları səsləndi və Qalibovu xəyanətdə ittiham edərək lənətlədilər. Radikal qruplar və sərt xətt tərəfdarları Məhəmməd Baqir Qalibovu Əli Xameneyinin tövsiyələrinə zidd hərəkət etməkdə və dediyim kimi, hətta xəyanətdən ittiham etdilər. Onların fikrincə Xameneyinin ABŞ ilə danışıqları ağıllı, məntiqli və sərfəli olmayan yol kimi qiymətləndirilməsinə baxmayaraq, Qalibovun danışıqlar prosesinə müsbət yanaşması rəhbərin siyasi xəttindən uzaqlaşması deməkdir. Görünür, müharibə tərəfdarı olan Sepah danışıqlar tərəfdarlarının ABŞ ilə hər hansı anlaşmanı ideoloji geri çəkilmə hesab edir. Digər tərəf isə ağır iqtisadi böhran, sanksiyalar və artan təhlükəsizlik riskləri fonunda danışıqları rejimin mövcudluğunu qorumaq üçün zəruri vasitə kimi dəyərləndirir. Güneyli siyasi şərhçi Sadiq Səbəhli düşünür ki, ABŞ ilə müzakirələr məsələsi artıq yalnız xarici siyasət mövzusu deyil. Sitat, bu məsələ rejim daxilində müxtəlif ideoloji siyasi qruplar arasında gedən savaşın əsas cəhbəsinə çevrilib. Sözsüz ki, danışıqlar prosesinin gələcəyi ilə bağlı veriləcək qərarlar təkcə İran rejiminin xarici siyasət istiqamətini deyil, həm də rejim daxilində qüvvələr nisbətinin necə formalaşacağını müəyyən edəcək. Beləliklə, Vaşinqtonla münasibətlər ətrafında yaranan mübahisə İran rejiminin daxilindəki siyasi və ideoloji çatların daha da dərinləşməsinə səbəb olacaq. Statın sonu. Siyasi şərhçinin bu fikirlərini dəstəkləyən xeyli açıqlamalar var ki, İranda daxili qarşıdurmanın dərinləşməsindən xəbər verir. Məsələn, İran parlamentinin Qumdan olan deputatı Məhəmməd Mənan rəisi Müştəbə Xameneyinin, yəni Sepah tərəfdarlarının yığışdığı küçə toplantısında bildirib ki, ABŞ ilə İran arasında imzalanması planlaşdırılan memorandum tamamilə rəhbərin qoyduğu qırmızı xətlərin pozulmasıdır. O əlavə edib ki, bu memorandumun bazar günü Əli Xameneyinin qatili olan Trump'ın doğum günündə imzalanması böyük təhqirdir. Mənan rəisi deyib ki, bu imzalanma mərasiminə qatılanların bir zərrə qeyrəti və şərəfi yoxdur. Tehranda və digər şəhərlərdə baş tutan aksiyalardan narahat olan Qalibov isə vəziyyəti yumuşatmaq üçün İsrailin Livanın cənubuna hücumunu bəhanə edərək ABŞ-ni tənqid edib. Qalibov X hesabında paylaşdığı mesajda bildirib ki, İsrailin son hərəkətləri ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini və ya buna qadir olmadığını göstərir. Stat, İsrailin Livanın cənubuna hücumu bir daha sübut etdi ki, ABŞ ya öhdəliklərini yerinə yetirmək istəmir, ya da bunu etmək imkanına malik deyil. Statın sonu. O tərəflərin müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığını iddia edərək, bildirib ki, yaşıl işıq yandırmaqla bəhanələrə nail ola bilməzsiniz. Pis polis və ya yaxşı polis oyunu artıq köhnəlib. Statın sonu. Qalibov əlavə edib ki, əgər qarşı tərəfdə öhdəlikləri yerinə yetirmək üçün iradə və ya imkan yoxdursa, danışıqların davam etdirilməsinin də mənası qalmır. Əslində, bu bəyanat dediyim kimi, daxili auditoriyaya hesablanmış bir açıqlamadır. Qalibov hədəfi özündən uzaqlaşdırmağa çalışır. Digər tərəfdən, ABŞ ilə razılaşmanın əsas müəlliflərindən olan Qalibov anlayır ki, Vaşinqtonla bir daha bundan məqul saziş imzalaya bilməyəcəklər. Ona görə də hətta Trump'ın göndərdiyi ağ kağıza belə imza atmağa hazırdır. Çünki sosial məngənədə çabalayan İran əhalisi onun nəyə qol çəkməsindən asılı olmayaraq müharibənin sona çatdığına görə Qalibova təşəkkür edəcək.
bunu Sepah da gözəl anlayır. Ona görə də tərəfdarlarını küçələrə tökməklə oyunu pozmağa çalışır. Və bu işdə çox güman ki, Hizbullah da ona dəstək verəcək. Savalan Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq Səbaili yazır ki, yaxın şərqdə son 40 ilin siyasi və təhlükəsizlik tarixini araşdırdıqda bir gerçək açıq görünür. İran rejiminin əsas güc mərkəzi olan Sepah adi hərbi qurum deyil. O, dövlət sərhədlərini aşan, ideoloji məqsədlərlə fəaliyyət göstərən, müxtəlif ölkələrdə terror şəbəkələri yaradan və onları maliyyələşdirən transbinli bir güc strukturudur. Sepahın fəaliyyəti İran sərhədləri ilə məhdudlaşmır. Son 10 illiklər ərzində Livanda Hizbullahın, İraqda müxtəlif şiə silahlı qruplarının, Suriyada Əsad rejimini dəstəkləyən qüvvələrin və Yəməndə Husi hərəkatının formalaşdırılması və gücləndirilməsi məhz Sepahın Qüds qüvvələri ilə əlaqələndirilir. Bu şəbəkə İranın ənənəvi diplomatiyadan kənar terror mexanizmi kimi çıxış edir və Tehran rəhbərliyinə region ölkələrinin daxili işlərinə müdaxilə etmə imkanı yaradır. Sepahın yaratdığı təhlükə yalnız hərbi xarakter daşımır. Bu qurum eyni zamanda iqtisadi, ideoloji və informasiya müstəvilərində də fəaliyyət göstərir. İran daxilində milyardlarla dollar dəyərində iqtisadi resurslara nəzarət edən Sepah, əldə etdiyi maliyyə imkanlarını regional terror şəbəkələrinin maliyyələşdirməsinə yönəldir. Beləliklə, hər hansı iqtisadi gücəst və ya sanksiyaların yumşadılması nəticəsində əldə olunan vəsaitlərin yenidən həmin terror şəbəkələrinə yönəlməsi riski yaranır. Geosiyasi baxımdan ən ciddi təhlükə isə Sepahın asimetrik savaş strategiyasıdır. İran ənənəvi hərbi gücdə ABŞ, İsrail və ya NATO ölkələri ilə rəqabət aparmaq imkanına malik deyil. Buna görə də Sepah münaqişələri birbaşa deyil, vasitəçi terror şəbəkələri üzərindən aparmağa üstünlük verir. Bu yanaşma müharibələrin coğrafiyasını genişləndirir, məsuliyyətin müəyyən edilməsini çətinləşdirir və regional sabitliyi daim təzyiq altında saxlayır. Azərbaycan üçün də Sepah xüsusi təhlükəsizlik problemi hesab olunur. Son illərdə İran rəsmilərinin və Sepaha bağlı media orqanlarının Azərbaycana qarşı təhdid xarakterli açıqlamaları, sərhəd bölgələrində keçirilən hərbi təlimlər, habelə Azərbaycana qarşı cəsusluq və təxribat fəaliyyətləri ilə bağlı ortaya çıxan faktlar bu təhlükənin nəzəri deyil, praktik xarakter daşıdığını göstərir. Sepah bölgədə müstəqil siyasət yürüdən və Türk dünyası ilə inteqrasiyanı gücləndirən Azərbaycanı öz geosiyasi layihələri qarşısında maneə kimi qiymətləndirir. Beynəlxalq təhlükəsizlik baxımından əsas məsələ budur ki, Sepahla əldə olunan hər hansı bir anlaşma qısa müddətli sabitlik görüntüsü yaradır. Lakin uzun müddətli perspektivdə problemin özünü aradan qaldırmır. Əksinə, bu cür yanaşma Sepahın regional terror imkanlarının qorunmasına və yenidən güclənməsinə şərait yaradır. Tarix göstərir ki, ideoloji ekspansiya siyasəti yürüdən strukturlar əldə etdikləri resursları ilk növbədə öz təsir dairələrini genişləndirmək üçün istifadə edirlər. Bu səbəbdən Sepahla bağlı siyasət yalnız nüvə proqramı və ya iki tərəfli münasibətlər çərçivəsində deyil, regional təhlükəsizlik, enerji marşrutlarının təhlükəsizliyi, beynəlxalq ticarət yollarının sabitliyi və dövlətlərin suverenliyi kontekstində qiymətləndirilməlidir. Əks halda qısa müddətli siyasi qazanc naminə verilən güzəştlər gələcəkdə daha böyük geosiyasi böhranların yaranmasına zəmin hazırlayır. Sepah məsələsi İranla münasibətlərdən daha geniş məna daşıyır. Bu dövlətlərin suverenliyi ilə ideoloji ekspansiya arasında, regional sabitlik ilə davamlı qeyri-sabitlik arasında seçim məsələsidir. Buna görə də Sepahın təsir şəbəkəsini gücləndirən hər hansı siyasi anlaşma strateji baxımdan ciddi risklər daşıyır və uzun müddətli perspektivdə həm regionun, həm də beynəlxalq sistemin təhlükəsizliyinə mənfi təsir göstərir. ABŞ-İran nüvə danışıqları 1979-cu ildən bəri müxtəlif intensivlik dərəcəsində həmişə davam edir. Lakin ABŞ heç vaxt açıq şəkildə bu qədər zəif mövqedə olmayıbdır. Siyasi şərhçi Pərviz Əliyev iddia edir ki, əgər saziş həqiqətən də bu formada imzalanırsa, bu Trump üçün tamamilə uğursuzluq olacaq. Hörmüz, investisiyalar şəklində təzminatlar, İranın işlərinə müdaxilə etməmək, sanksiyaların ləğvi və aktivlərin blokdan çıxarılması və s. Trumpın fevralın əvvəlində ümid etdiyi qətiyyən bu deyildi. ABŞ, İran və İsrail arasındakı müharibə yalnız nüvə proqramı ilə bağlı deyil.
nüvə silahı məsələsi sadəcə baş verənlər üçün bir bəhanə və ictimai əsaslandırmadır. Münaqişənin əsl səbəbləri daha dərindir və qlobal güc balansının fundamental məsələlərinə toxunur. ABŞ qlobal dominantlığının tədricən zəifləməsi ilə üzləşir və eyni zamanda əsasən Çinin yeni güc mərkəzinə yüksəlişinə şahid olur. Məhz buna görə də Vaşinqton mövcud beynəlxalq münasibətlər sistemini qorumağa və alternativ dünya nizamının yaranmasının qarşısını almağa çalışacaq. Bu baxımdan İranla bağlı münaqişə daha böyük bir geosiyasi qarşıdurmanın bir hissəsi kimi qəbul edilməlidir. Bugün yaxın şərqdə baş verən proseslərin bir çoxunun regiondan kənara çıxmasına təsiri var və aparıcı qlobal oyuncuların uzunmüddətli strateji hesablamaları ilə əlaqələndirilir. Siyasi şərhçi İranda baş verən etirazlara da münasibət bildirib. Onun fikrincə etirazların əsas məqsədi mövcud müqavilənin şərtlərinin İranın milli maraqlarına xidmət etməməsidir. İranın mühafizəkar mətbuatı, məsələn Keyhan qəzeti, bu yaxınlarda oxşar açıqlamalar verərək Hörmüz boğazından güzəştə getməyə və ya imtina etməyə ehtiyac olmadığını bildirdi. Başqa sözlə, ABŞ ilə müqavilə əleyhdarlar tərəfindən istisna edilmir. Onlar sadəcə olaraq onun şərtlərinin fərqli olmalı olduğuna inanırlar. ABŞ ilə hər hansı bir müqavilənin ali rəhbər və onun adından hərəkət edən Sepah tərəfindən təsdiqlənməyincə razılaşmanın imzalanması ehtimalı yoxdur. Əraqçıya qarşı ittiham tamamilə yersizdir. O, heç bir qərar qəbul etməyən sırf texniki fiqurdur. Lakin həmin etirazçılar nə Sepahı, nə də lideri günahlandırmırlar. Günahkar əraqçı və qalibafdır. Başqa sözlər, etirazçılar ya Sepaha sadiqdirlər, ya da onlar əslində Sepah tərəfindən təşkil olunub küçələrə çıxarılıblar. Bu ssenari artıq dəfələrlə işlənilib. Prezident Ruhani Obama ilə müqaviləni 2015-ci ildə imzaladı. Təbii ki, ali liderin təsdiqi ilə. Lakin Trump hər şeyi məhv etdikdə sistem yalnız Ruhanini və islahatçıları günahlandırdı. Onları Amerika Birləşmiş Ştatlarının vədlərinə aldanmış axmaq olduqlarını iddia etdi. Liderin özünün də buna aldanması nədənsə nəzərə alınmadı. Statın sonu. Yekun olaraq mən də bir kəlmə bu barədə deyim. Əsasən də İrandan sonra hədəf Türkiyədir deyib, Tehran rejimini dəstəkləməyi bəhanə edənlərədir sözüm. İran biabırcasına məğlub olsaydı və parçalansaydı, Türkiyə yaxın şərqdə yeganə hegemon müsəlman dövlət olacaqdı. Azərbaycan isə bütöv olaraq Türkiyəyə ən güclü müttəfiqi olan ikinci Türk dövləti statusu ala bilərdi. Ən azı Güney Azərbaycan müstəqil dövlətə çevrilərdi. Amma indi İran, İsrail və ABŞ ilə dil tapıb mediada yayımlanan anlaşmanı imzalasa, bəli, növbəti hədəf Ankara olacaq. Və bu işdə dəstək verdiyiniz Fars qardaşlarınız, Fars şovinizmi, Molla rejimi Türkiyəyə qarşı cəhbə açanların yanında olacaq. Hətta bəzən mənə elə gəlir ki, bu müharibə daxildən parçalanma ərəfəsində olan İran rejiminin xilası üçün təşkil edildi. İran, Amerika Birləşmiş Ştatları və Qərb tərəfindən restart edildi və bölgəni yenidən qan çanağına döndərmək üçün fürsət əldə etdi. Bu qədər. Mənə ayrılan vaxt sona çatdı. İmkan olsa görüşərik.